Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır. Axirət də, dünya da Allahındır. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz. Axirətə inanmayanlar həqiqətən də mələklərə qadın adları verirlər. Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz. Sən də bizim zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər. Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin onun yolundan azanı da,